Bismillahirrahmanirrahim. Təəssüflər olsun ki, bugün səhər saatlarında İsrail İran İslam Respublikasına hücum edib. Yayılan məlumatlara görə hücum nəticəsində İran İslam Respublikasının bir neçə generalı, yüksək çinli komandiri və nüvə texnologiyası ilə məşğul olan alimləri şəhid olublar. Təbii ki, İran İslam Respublikası bu hücumun qarşılığını sərt şəkildə verəcək. Bununla bağlı İran İslam Respublikasının ali dini lideri Ayətullah Hüzma Seyyid Xamneyi cənablarının biraz əvvəl İran xalqına bəyanatı səsləndirildi. Mən istəyirəm həmən bəyanatı sizə əziz izləyicilərə olduğu kimi təqdim edəm. İslam İnqilabının ali rəhbəri İran xalqına müraciət edir və müraciətin mətni belədir ki, bağışlayan və böyük Allahın adıyla əzəmətli İran xalqı Siyonist rejim bu səhər sevimli ölkəmizə qarşı törətdiyi cinayətlər və öz çirkin və qanlı əlini yaşayış məntəqələrinə uzatmaqla hər zamankindən daha çox öz şər dolu zatını üzə çıxardıb rejim ağır cəza gözləməlidir. İslam Respublikasının silahlı qüvvələrinin qüdrətli əli Allahın izni ilə onu buraxmayacaq. Düşmən hücumların nəticəsində bir neçə komandir və elm xadimi şəhid olub, onların davamçıları və həmkarları inşallah dərhal öz vəzifələrini davam etdirəcəklər. Siyonist rejimi bu cinayəti ilə özü üçün acı və ağırlı aqibət hazırladı və onu mütləq alacaq. İnşallah biz də ümid edirik ki, bu rejim, işğalçı, qanıçən rejim tezliklə cəzalanacaq və cəzalanmağı ilə də məzlum xalqların canını qurtaracaq. Biz inşallah Allahdan dua edirik ki, Allah tezliklə bu yırtıcı, işğalçı rejimin nabud etsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.